2 gün bundan qabaq gördünüz də 20 nömrəli məktəbdə əməlli başlı hadisə baş vermişdi. Yəni ki, elektrik enerjisinin verilməsi dayandı və nəticədə işıqlar söndü. Millət də düşdü panikaya, nə müəllimlər bilirdi, nə etsinlər, nə də ki, buranın mühafizəsi. Əgər yadınızdadırsa, bu barədə mən danışmışdım bir dəfə videolarımın birində. Hətta çəkib göstərmişdim ki, fövqəladə hallar üçün nəzərdə tutulan çıxışlar bu məktəbdə hər yerdə blokdur. Çox güman ki, bütün məktəblərdə eyni vəziyyətdir. İndi yaxşı gərək nəsə bir hadisə baş versin ki, bununla kimsə ciddi məşğul olsun. Təsəvvür edin ki, 2 gün bundan qabaq, bax, Allah eləməsin, işıqlar söndü, içəridə yanğın baş verdi. Uşaqlar buradan sağ çıxa biləcəkdilər. Hə? Onu da deyim ki, baxın, burada məktəbin həyətində sən demə əməlli başlı kiçik podstansiya var. Maraqlısı odur ki, görürsən bunların ikinci xəttləri var, yoxsa yoxdur. O ikinci xətt, yəni manual əllə keçirilir, yoxsa avtomatik. Mən inanmıram ki, bunların yəni fövqəladə generatoru olsun. Amma ən azından bax burada yəni ola bilər iki xətt olsun. Neysə, gəlin belə məsələlərə biganə qalmayaq. Bu adiyyətli qurumlar mütləq, yəni ki, bütün məktəblərdə monitorinq keçirilməlidir ki, fövqəladə hal üçün, yanğın üçün nəzərdə tutulan çıxışlar blok vəziyyətdə olmasın. Bu qədər qəlbdən qəlbə 20 nömrəli məktəbin həyətindən.